Ayın 11-i, 11-ci ay və matritsində 11 olanlar. Numerologiyada 11 enerjisi əsas master vibrasiyalardan biridir. Bu enerji intuitiv dərinlik, daxili bilik və ilham verici liderlik qabiliyyəti ilə əlaqələndirilir. 11-lər yüksək ruhani potensialı sahibdir və ətrafdakıları öz enerjiləri ilə təsirləndirmə gücünə də malikdirlər. Onlar çox vaxt daxili ziddiyyətlərlə üz-üzə qalır. Çünki eyni anda həm yüksək idealist, həm də real dünyanın çağırışları ilə qarşılaşırlar. 11-ci enerji güc və potensial enerjisidir. Ən güclü və aktiv enerji növüdür. Əgər matrisinizdə bu rəqəm varsa, siz sanki idman avtomobilisiniz, ətrafınızdakılar isə adi maşınlar. Sizdə böyük enerji potensialı var və əgər onu düzgün istifadə etsəniz, çox yüksək nailiyyətlərə çatmaq mümkündür. 11-lilər adətən şən, aktiv və açıq ürəkli olurlar. Açıq-aşkar liderdirlər. Böyük qruplara rəhbərlik edə, məsuliyyət götürə bilərlər. Xırda şeylər üçün nə istək, nə də enerji tapılar, onlar üçün ölçü böyükdür. Məğlubiyyətlərə davamlıdırlar. Həmişə qalib gəlmək və birinci olmaq istəyirlər. Güclü daxili dayaqları, məqsədyönlülükləri var və eyni anda bir neçə işi görə bilirlər. Hər vəziyyətdə öz fikirləri olur və bu fikir həmişə eşidilir. 11 matrisadakı ən güclü enerjidir. Bu gücü qəbul etmək, amma özünü başqalarından üstün saymamaq vacibdir. Əksinə, enerjini başqaları ilə paylaşmaq lazımdır. Onlar çox dözümlü və işləkdirlər, daim məşğul qalmağı sevirlər, amma bu enerjini idarə etməyi öyrənmək lazımdır. Meditasiya, təbiətlə təmas və istirahət kömək edə bilər. Bu enerjinin başqa bir unikal xüsusiyyətləri də var. Bir hadisə baş verməzdən əvvəl onun gələcəyini hiss edirlər və onlarda dərhal həll variantı yaranır, hələ heç nə baş verməmişkən. Əgər bu gücü idarə etməyi öyrənməsəniz, 11 enerjisi mənfiyə keçir. Bu halda enerji ya ətrafdakılara qarşı aqressiyaya, ya da özünə yönəlir, yəni özünə yıpratma, depressiya və öz gücünə inamsızlıq. Belə insanlar məqsədlərinə güclə, təzyiqlə çatmağa çalışırlar. Öz fikirlərini zorla qəbul etdirməyə cəhd edirlər. Başqalarının fikirlərini nəzərə almırlar və kompromisə getmirlər. Qadınlarda bu enerji kişi enerjisinə keçə bilər. Sərtləşmək, partnyorla güc savaşı aparmaq kimi. Kənardan hər hansı təzyiq hiss etdikdə dərhal cavab gücü ilə reaksiya verirlər. 11 enerjisi olanlar özlərinə süni çətinliklər yarada bilərlər. Çünki sadə, ölçülü həyat onlara maraqsız gəlir. Bədənlərinə və sağlamlıqlarına laqeyd yanaşırlar. İş alüdəçiliyinə qapılırlar, dincəlməyi bacarmırlar, həddindən artıq işləyirlər. Nəticədə isə yorğunluq, apatiya, gücsüzlük, ruh düşkünlüyü, motivasiyasızlıq və bir şeyə ifrat bağlılıq yaranır. Bundan başqa gözləmək onlar üçün əzabdır. Hər şeyi dərhal istəyirlər. Səbirsizlik və qıcıqlanma tez-tez müşahidə olunur. 11-lər ətraf aləmdəki enerjiləri, insanların əhvalını və duyğularını çox tez hiss edirlər. Bu empati baxımından üstünlük sayılsa da psixoloji yüklənməyə səbəb ola bilər. Tez inciyir, tənqidi fərdi qəbul edir və daxildə uzun müddət gəzdirirlər. Bu enerji həm ruhani yüksəlişə, həm də maddi dünyaya yönəlik təzyiqlərə müşahidə olunur. 11-lər çox vaxt ideal ilə real arasında sıxılırlar. Bu da qərar qəbul etmədə ləngilik, tərəddüd və özünə inam əskikliyi yarada bilər. Yüksək ideallara sahib olduqları üçün daim özlərini yetərsiz hiss edə bilirlər. Ya çox yaxşı olmalıyam, ya da heç nə prinsipi ilə yaşadıqları üçün psixoloji yorğunluğa və tükənmişliyə meyilli olurlar. 11 enerjisi daşıyıcıları tez-tez izah edə bilmədikləri qorxularla qarşılaşa bilərlər. Bu, onların intuitiv və enerjiyə açıq olmaları ilə bağlıdır. Bu qorxular bəzən paranoya, güvənsizlik və sosial uzaqlaşmaya çevrilə bilər. Daxildəki gərgin enerjini idarə edə bilmədikdə 11-lər emosional partlayışlar, kəskin qərarlar və ani dəyişikliklərə gündəmdə ola bilərlər. Hətta bəzi hallarda depressiyaya və ya narahatlıq pozuntuları müşahidə edilə bilər. Həyatları boyu daxili balans axtarışındadırlar. Ruhi güclə praktiki həyat arasında tarazlıq qurmaq onların əsas vəzifəsidir.
Bu enerji insanı həm empatik, həm də ilham verici bir liderə çevirə bilər. Əgər şəxs öz daxili səsini eşidib, qorxu yerinə intuisiyada hərəkət etməyi öyrənərsə. Unutmayın, 11 enerjisi həm ruhi sınaq, həm də potensialın açarıdır. Onu tanımaq, özünüzü daha dərindən anlamaq deməkdir.